Rusiyada yaşayan miqrantlarla bağlı ciddi bir proses başlanıb. İctimai fəallardan artıq Rusiyada yaşayan Azərbaycanlılar qovulsun, vətəndaşlıq alanlar demək həbs olunsun, amma qanunsuz miqrantlar isə qovulsun deyə çağırışlar gəlib. Bu təbii ki, Rusiya ilə bağlı Azərbaycanın atmış olduğu addımlara cavab kimi qiymətləndirilir. Rusiya telekanallarında və Telegram kanallarında çağırışlar başlayıb və bu dəqiqələrdə Rusiyanın miqrantovundan şok görüntülər yayılıb. O görüntüləri də izləyirsiniz hal-hazırda. Azərbaycanlılar da daxildir bura. Xəbər verdiyimiz kimi Rusiyada daxili işlər orqanlarına fevralın 5-dən etibarən ölkə ərazisində qeyri-legal yaşayan miqrantları məhkəmə qərarı olmadan deportasiya etmək imkanı verən qanun artıq qüvvəyə minib. Miqrantların deportasiya edilməsi ilə bağlı sosial şəbəkələrdə bu görüntülər yayılıb. Xüsusilə Moskva və digər iri şəhərlərdə bazar yerləri, ticarət mərkəzləri və işçi sektorlarında çalışan xarici vətəndaşlar kütləvi yoxlamalara məruz qalırlar. Bu yoxlamalar çərçivəsində yüzlərlə miqrantın saxlandığı və deportasiya prosesinin də başlandığı bildirilir. Deportasiya edilənlər arasında isə Azərbaycanlılarımız da var. Məlumata görə Rusiyanın paytaxtı Moskvada yerləşən Prince Plaza ticarət mərkəzində miqrantlara qarşı geniş miqyaslı bir reyd keçirilib və İzlədiyiniz hal-hazırda bu görüntülərdə isə qaçanların əsasən miqrantlar, onların ardınca hərəkət edənlərin isə Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları olduğu da iddia edilir. Məlum olduğu kimi hazırda Rusiyada miqrantlara qarşı ciddi təzyiqlər davam edir, dəyərli izləyicilər. Bu arada isə Erdoğan